tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda 1 avqust 2026-cı il tarixi üçün ilk 6 bürcün gündəlik ulduz proqnozunu təqdim edirik. Unutmayın ki, astroloji şərhlər ümumi xarakter daşıyır və onları həyatınızla bağlı qəti qərarların əsası kimi deyil, motivasiya və əyləncə məqsədilə dəyərləndirmək daha məqsədə uyğundur. İndi isə gəlin günün bürc şərhlərinə birlikdə nəzər salaq. Qoç əziz Qoç bürcü bugün daxili rahatlığınızı qorumaq və düşüncələrinizi qaydaya salmaq sizin üçün əsas mövzulardan biri olacaq. Günün ilk saatlarında diqqətinizi toplamaq əvvəlki günlərlə müqayisədə bir qədər çətin görünə bilər. Planlarınızda qəfil dəyişikliklər yarana bilər və bəzi hadisələr gözlədiyiniz kimi inkişaf etməyə bilər. Buna görə də tələsik qərarlar verməkdən və emosiyalarınızın təsiri altında hərəkət etməkdən uzaq durmağa çalışın. Günün ikinci yarısında isə vəziyyət xeyli sabitləşəcək. Sakit mühitdə qalmaq, yarımçıq işləri tamamlamaq və gələcək planlarınızı yenidən gözdən keçirmək üçün əlverişli imkan yaranacaq. Günün sonunda özünüzü daha inamlı və rahat hiss edə bilərsiniz. Buğa əziz Buğa bürcü bugün beyniniz yeni ideyalar və maraqlı fikirlərlə dolu olacaq. Lakin hər düşündüyünüz planı dərhal həyata keçirmək doğru seçim olmaya bilər. Günün ilk yarısında gözlənilməz xəbərlər və dəyişən planlar sizi bir qədər çaşdıra bilər. Belə vəziyyətlərdə çevik davranmaq və hadisələrə uyğunlaşmaq sizə üstünlük qazandıracaq. Tələsmədən verilən qərarlar daha uğurlu nəticələr gətirəcək. Axşam saatlarında isə dostlarla ünsiyyət, maraqlı söhbətlər və gələcəklə bağlı planlar sizə müsbət enerji bəxş edəcək. Yeni ideyalar gələcək uğurlarınız üçün möhkəm təməl yarada bilər. Əkizlər, əziz əkizlər, bugün diqqət və səbir sizə ən çox lazım olacaq xüsusiyyətlərdir. Günün ilk yarısında kifayət qədər məlumat toplamadan nəticə çıxarmaq və ya tələsik qərar vermək arzu olunmaz nəticələrə səbəb ola bilər. Planlarınızda bəzi dəyişikliklər baş versə də, zaman keçdikcə bunun əslində sizin xeyrinizə olduğunu görə bilərsiniz. Günün ikinci yarısında məqsədləriniz daha aydın görünəcək. Xüsusilə iş və karyera ilə bağlı məsələlərdə düzgün istiqaməti müəyyənləşdirmək daha asan olacaq. Sakit və məntiqli davranış günün ən böyük üstünlüyünüz olacaq. Xərçəng, əziz Xərçəng bürcü bugün cazibəniz və ünsiyyət bacarığınız sayəsində ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz. Günün ilk saatlarında rutin işlər sizi bir qədər yoracaq və fərqli fəaliyyətlərə marağınız artacaq. Yeni ideyalar və fərqli təcrübələr sizə motivasiya verə bilər. Planlarda baş verən dəyişikliklərə açıq yanaşın və emosiyalarınızın təsiri altında qərar verməməyə çalışın. Günün ikinci yarısında isə həm fikirlərinizi, həm də hisslərinizi daha rahat ifadə edə biləcəksiniz. Yeni tanışlıqlar və mövcud münasibətlərdə qarşılıqlı anlaşma güclənə bilər. Şil əziz Şil bürcü bugün düşüncə tərzinizi dəyişmək və hadisələrə fərqli baxış bucağından yanaşmaq istəyiniz güclənəcək. Lakin günün ilk yarısında emosional qərarlar vermək və ya tələsik açıqlamalar etmək məsləhət görülür. Gözlənilməz dəyişikliklər əvvəlcə sizi narahat etsə də, sonradan bunun yeni imkanların başlanğıcı olduğunu görə bilərsiniz. Günün ikinci yarısında sakit düşünmək, hisslərinizi təyin etmək və gələcək planlarınızı yenidən nəzərdən keçirmək üçün əlverişli şərait yaranacaq. Daxili tarazlığınızı qorumaq sizə uğur gətirəcək. Qız əziz Qız bürcü bugün maraqlı söhbətlər, yeni ideyalar və faydalı görüşlərlə yadda qala bilər.